Pionerlər Məktəbinin 28-ci dərsinə xoş gəlmisiniz. Bugünkü dərsdə mən Rəbbin süfrəsi haqqında danışmaq istəyirəm. Bu haqda hələ danışmamışdım. Bu dərs sizi oyandıracaq. Görəcəksiniz ki, Rəbbin süfrəsi insanların bugün etdiklərindən daha böyük bir şeydir. Bu, demək olar ki, suda vəftizə bənzəyir. Katolik və Lüteran kilsələrində gördüyümüz kimi, bəzi insanlar vəftizin özlüyündə onları xilas etdiyini düşünürlər. Lakin sonra islahatçılar buna qarşı çıxdılar və digər ifrata keçdilər. Vəftizin sadəcə simvol olduğunu söylədilər. Rəbbin süfrəsinə qarşı da eyni münasibətdir. Katolik kilsəsi hesab edir ki, Rəbbin süfrəsi zamanı qəbul edilən çörək və şərab əslində İsa'nın bədəninə və qanına çevrilir. Digər ifratda olanlar isə Rəbbin süfrəsinin sadəcə bir simvol olduğunu söyləyirlər. Ancaq müqəddəs kitab çox aydın bildirir. Rəbbin süfrəsi sadəcə bir simvol deyil. Rəbbin süfrəsi haqqında bəzi ayələri oxuyacağam. Hər şeyin mərkəzində olan İsa'ya baxacağıq. Kiçik qruplardan danışacağam. Daxilə, yuxarı və zahirə olan istiqamətləri təqdim edəcəyəm. Bir araya gələndə biz daxildə bir-birimizlə ünsiyyət edirik. Yuxarı Allaha tərəf deməkdir. Zahirə isə başqalarıdır. Bu, başqa insanlarla bir araya gəlməyinizə və şagird hazırlamağınıza kömək edə bilən sadə məsləhətlərdir. Ümidvaram, dərs xoşunuza gələcək. Allah sizi qorusun. Dərsə xoş gəlmisiniz. Bugün İmanlılar Cəmiyyəti haqqında danışmaq istəyirəm. Pionerlər Məktəbində, xüsusən də son dərslərdə öyrəndiklərimizi birləşdirərək yekunlaşdıracağıq. Mən bu təlimlə bölüşmə imkanına görə çox şadam. Eşidəcəyiniz bəzi şeylər yeni olacaq. Xüsusən də Rəbbin süfrəsi haqqında danışacağım hissə. Rəbbin süfrəsi barədə əvvəlki heç bir dərsdə danışmamışam. Bugün Rəbbin süfrəsi haqda sizinlə bölüşəcəyəm. Eşidəcəyiniz bəzi şeylər ola bilsin ki, sizə tanış gələcək. Amma mən hansısa yolla bütün bunları bir yerə yığaraq sizə bəzi sadə alətlər vermək istəyirəm. Siz hər gün imanlılarla görüşməyə başlayın. Evlərdə 2-3, 5-10 nəfərlə görüşün. Küçədə, kafedə, hər yerdə görüşün. İmanlılar cəmiyyətini necə təşkil etdiyinizi, İmanlılar cəmiyyətinin nə olduğunu, nə etməli olduğunuzu bilin. Bir çoxları bu sualı verir. Təlim eşitdik, bəs bir araya gələndə nə edək? Bu təlim sizə kömək edəcək və istifadə edə biləcəyiniz bəzi sadə alətlər verəcək. Dua ilə başlayacağam. Allahım, gördüyün işlərə görə sənə təşəkkür edirəm. Bu sözü paylaşmaqda mənə kömək elə. Onlara başa düşməyə kömək elə. Kilsə ənənələrindən, qorxulardan, proqramlardan, nəzarətdən azad olmağa kömək elə. İsa, sənin bədənin olmağa bizə kömək elə. Bədəninin üzvləri olmağa, sənin istədiyin kimi həyatı yaşamağımıza bizə kömək elə. İsa'nın adı ilə amin. Dərsi üzərində qurduğumuz təmələ nəzər salmaqla başlamaq istəyirəm. Biz Allahı sevdiyimizə və bir-birimizi sevdiyimizə görə bir araya gəldirik. Müqəddəs kitabda hər şey sevgi üzərində qurulub. Sevginiz yoxdursa, heç nəyiniz yoxdur. Böyük tapşırıq var. Bu, İsa'nın bizə verdiyi tapşırıqdır. Hər şey bunun üzərində qurulub. Biz Allahı bütün varlığımızla sevirik. Qonşumuzu özümüz kimi sevirik. Bu lazımdır. Biz Allahı sevməliyik. Bir-birimizi də sevməliyik. Allahla nə qədər yaxın yaşasaq, bir o qədər də çox sevgimiz olacaq. Niyə? Çünki məhəbbət müqəddəs ruh vasitəsilə ürəyimizə tökülür. Əsas məsələ Allahı sevmək və qonşumuzu sevməkdir. Bəs biz qonşumuzu necə sevməliyik? Biz Allahı necə sevməliyik? Biz Allaha necə itaət etməliyik? Böyük tapşırıq budur. Gedin, bütün millətləri mənim şagirdim edin, vəftiz edin. Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Əsas budur. Bir araya gələndə biz Allahı sevməliyik. Bir-birimizi sevməliyik. Bundan sonra diqqət mərkəzində gedib bütün millətləri şagird etmək olmalıdır. Onları vəftiz eləmək, onlara İsa'nın əmrlərinə riayət etməyi öyrətmək olmalıdır. Sual belədir.
Bunu necə edək? Biz necə gedib bütün millətləri şagird edə bilərik? Bu, Luka 10-cu fəsildədir. Biz əvvəllər İsa'nın dediyinə baxmışıq. İsa şagirdlərinə dedi, məhsul çoxdur, işçilər isə azdır. Məhsulun sahibinə yalvarın ki, öz məhsulunu yığmaq üçün işçilər göndərsin. İsa davam edir. Gedin, əminamanlığa layiq olan adamı tapın, onun evində qalın, yeyin, için, müjdəni vəz edin, xəstələrə şəfa verin. Bəs gündəlik həyatda necə şagird hazırlamaq olar? İsa'nın tapşırığını başa düşməlisiniz. Sonra gedəcəksiniz. Axtarıb, əminamanlığa layiq olan adamı tapacaqsınız. Onun evində qalın, onunla yeyib, için, xəstələrə şəfa verin, müjdəni təbliğ edin. Bəs bunu necə edək? O əminamanlığa layiq olan adamı tapdıqda nə edək? Onlarla yemək yeyəndən sonra, müjdəni təbliğ edəndən sonra nə etməliyik? Əvvəlki dərslərdə biz bunlar barədə danışmışıq. Həmçinin imanlılar cəmiyyətinin bir ailə olduğunu qeyd elədik. İnsanların sayına önəm verməli deyilik. Onları körpəlikdən gəncliyə, sonra isə ata olana qədər böyütməliyik. Biz insanları yetişdirib yetkin eləməliyik. Bunlar son dərslərdə danışdığım bəzi mövzulardır. Bu dərsləri görməmisinizsə, onlara mütləq baxın. Bugünkü dərsdə həvarilərin işləri 2:42-də oxuduğumuz 4 şey barədə danışacağam. Sonra sizə bunu etməyin sadə yolunu göstərəcəyəm. İlk imanlılar cəmiyyətinin 4 cəhəti barədə oxuyuruq. Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər. Həvarilərin işləri 2:42. Beləliklə, bu 4 iş bunlardır. Həvarilərin təlimi, hər şeydə şərik olmaq, çörək kəsmək və dua. Düşünürəm ki, bu ayə ilk imanlılar cəmiyyətinin bir araya gəldiyi zaman nə etdiklərini aydın göstərir. Onlar həvarilərin təlimi məqsədi ilə bir araya gəlirdilər. Yadda saxlayın ki, o vaxt onlarda müqəddəs kitab yox idi. Yeganə şəhadət bu idi. İsa öldü, səmalara getdi. Müqəddəs ruh gəldi. Məsihlə Rəbbin süfrəsində iştirak edən, onun təlimini eşitmiş həvarilər də burada idilər. İndi bu, müjdələrdə yazılıb, məktublarda yazılıb. Müqəddəs kitabda həvarilərin təlimi var. Biz imanlılar bugün bir araya gələndə diqqətimizi Allahın kəlamına, müqəddəs kitaba, müqəddəs kitabda yazılanlara yönəldirik. Başqa kitabları oxumaq yaxşıdır. Başqa şeyləri də oxumaq olar. Amma bunlar heç vaxt diqqət mərkəzində olmamalıdır. Diqqət kəlamda yazılanlarda olmalıdır. Sonra onlar ünsiyyət üçün də bir araya gəlirdilər və çörək bölmək. Rəbbin süfrəsi budur və dua. Biz bir araya gələndə diqqət mərkəzində İsa'dır. İsa hər şeyin mərkəzidir. O başdır. Biz bədənik. Biz onun bədəninin üzvləriyik. O bədənin başıdır. Bütün etdiklərimizin mərkəzi İsa'dır. Sizə sadə bir nümunə göstərəcəyəm. Daxilə, yuxarı və zahirə. Əvvəlcə daxilə, bir-birimizlə ünsiyyətə nəzər salacağıq. Yuxarı, Allahla ünsiyyətdir. Zahirə, dünyadakı insanlara müjdəni çatdırmaqdır. Amma hər şeyin mərkəzində İsa'dır. Daxilə, bir-birimizə ünsiyyətdir. İsa bizi bir bədəndə birləşdirdi. Biz İsa'sız bir bədən ola bilmərik. İsa bizim ünsiyyətimizin mərkəzidir. Yuxarı, Allaha olan istiqamətdir. İsa yenə də mərkəzdir. Məsihsiz necə Allahla ünsiyyət edə bilərik? Zahirə isə Məsih bizi getməyə tapşırır. İsa hər şeyin mərkəzidir. Daxilə, yuxarı və zahirə nümunəsi. İnsanlarla görüşməyə başlayanda bunu edə bilərsiniz. Bu çox sadədir. Beləliklə, həftə ərzində insanları toplayanda, evlərdə görüşəndə, daxilə, yuxarı və zahirə istiqamətlər olmalıdır. Görüşlərinizin məqsədi yalnız bir-birinizlə ünsiyyət etmək deyil. Ünsiyyət yaxşıdır, amma Allahla da ünsiyyət lazımdır. Ancaq sadəcə toplaşıb bir-birinizlə bir yerdə olmaq, eləcə də Allahla ünsiyyət qurmaq kifayət deyil. Diqqətinizi
şagirdliyə və dünyanı müjdələməyə yönəltməlisiniz. Daxilə, yuxarı və zahirə istiqamətləri insanlarla görüşəndə istifadə edə bilərsiniz. Bunlar sadə bir vasitədir. Mən bunlara nəzər salacağam və sonra bəziləri haqqında daha dərindən danışacağam. Daxilə, bu ilk addımdır. Daxilə, bir-birimizlə ünsiyyət, bir-birimizlə əlaqət çox vacibdir. Bir-birimizə ehtiyacımız var. Bu həyatı tək yaşaya bilmərik. Bu həyatı tək yaşaya bilmərik. Biz belə deyirik, siz Məsihin bədənisiz. İngilis dili ilə problem odur ki, siz və sən üçün eyni sözdən istifadə edilir. Bir insanla, yaxud çox insanla danışarkən eyni sözdən istifadə edirik. Danimarka dilində bunun üçün iki fərqli söz var. Ancaq İngilis dilində bir sözdür. Bu sözün mənası nədir? Tək bir şəxs Məsihin bütün bədəni ola bilməz. Tək bir şəxs Məsihin bütün bədəninin bir üzvüdür. Bu həyatı tək yaşaya bilmərik. Bir-birimizə ehtiyacımız var. Bir-birimizlə ünsiyyət qurmaq çox vacibdir. Bir araya gəlmək çox vacibdir. Xüsusən də başlanğıcda ünsiyyət quranda şeytan gəlir, yalanlar, qorxular və şübhələr gətirir. Bir-birimizə bağlı olmağımıza mane olur. Bu barədə bir şey demək istəyirəm. Həftə ərzində neçə dəfə görüşmək yaxşıdır. İlk imanlılar cəmiyyətində insanlar hər gün görüşürdülər. Kəlamda belə oxuyuruq, hər gün. Hər gün məbəddə görüşürdülər, evlərdə görüşürdülər, çörək bölürdülər. Ancaq bu, yalnız başlanğıcda və Yerusəlimdə etdikləri bir şey deyildi. Başqa yerdə oxuyuruq ki, onlar bəzən həftədə bir dəfə görüşürlər. Yerdən yerə fərqli idi, indi də eynidir. Bəlkə də imanlılara yaxın yaşayırsınız, hər gün görüşə bilirsiniz, bu əladır. Ancaq başqa vaxtlar iş, məsafə və başqa səbəblərə görə həftədə yalnız bir dəfə görüşə bilirsiniz. Neçə gündən bir görüşməyinizlə əlaqədar bir qayda yoxdur. Sadəcə bunu demək istəyirəm. Çünki imanlılar cəmiyyəti olaraq bir araya gəlməkdən danışanda insanlar suallar verirlər. Yaxşı, bəs bunu necə edək? Həftədə bir dəfə, 2 dəfə, 3 dəfə görüşək. Bacardığınız qədər tez-tez görüşün. Allahdan istiqamət alın. Amma mən bunu demək istəyirəm. Biz bədən üzvləriyik. 1 Korinflilərə 12-də oxuyuruq. Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir. Hamımız bir bədən olmaq üçün bir ruhla vəftiz olunmuşuq və hamımız eyni ruhdan içirilmişik. Biz bir bədən yaratmaq üçün eyni ruhu almışıq. Amma üzvlər fərqlidir. Əlin bədənə ehtiyacı var. Qulaqlar bədənə aiddir. Göz deyə bilməz ki, mən daha göz olmaq istəmirəm. Qulaq isə deyə bilməz, mən daha qulaq olmaq istəmirəm. Fərqli funksiyalarımız var. Ümumiyyətlə, bu bizi bir bədən edir. Belə deyərdim, bir araya gələndə bir-birinizə qayğı göstərin. Fərqli olduğunuzu başa düşmək üçün vaxt ayırın. Bədənin hansı hissəsinə aid olduğunuzu özünüz üçün müəyyən edin. Sonra bir araya gəlin və söhbət edin. Bir yerdə toplaşın və deyin, necəsiniz? Həftəniz necə keçdi? Həyatınızda nələr baş verir? Nə ilə mübarizə aparırsınız? Alınırmı? Düşünürəm ki, mən bir çox böyük kilsələri tanıyıram. Kilsə böyük olanda, kilsəyə gələn adamlar belədirlər. Salam! İnsanlarla söhbət eləmədən evə gedirlər. Çünki böyük bir izdihamda yox olmaq daha asandır. Buna görə də hesab edirəm ki, şagirdlik üçün ən yaxşısı kiçik qruplardır. İsa dedi, harada 2 və ya 3 nəfər mənim adımla yığılarsa, mən də orada, onların arasındayam. Sizə məsləhət edirəm ki, həftə ərzində 2 və ya 3 nəfərlə görüşün. İmkan olanda daha tez-tez görüşün.
2 və ya 3 nəfərlik kiçik qruplarda görüşməklə daxilə olan addımla başlayın. Bir-birinizlə ünsiyyət edin. Necəsiniz? Yaxşısınız? Yaxşı deyilsiz? Bir şeylə mübarizə aparırsınız? Allahın həftə ərzində etdikləri haqqında danışın. Bunu etmək asandır. Siz bir araya gələndə nə edirsiniz? Siz yemək yeyirsiniz. Əgər bacarırsınızsa, İsa'nın dediyini etməyə çalışın. Evə gələndə yeyib için. Birlikdə olanda yeyib için. Birlikdə çörək kəsin. Bir araya gələndə, birlikdə yeyib içəndə siz yaxşıca sərbəst olursunuz. Rahatlaşırsınız. Sonra söhbət edirsiniz. Bir-birinizlə ünsiyyət edirsiniz. Masa arxasında söhbət edirsiniz. Bəlkə birlikdə yemək hazırlayırsınız. Yəhudanın məktubunda deyildiyi kimi, məhəbbət süfrəsi təşkil edirsiniz. Yeməyin sonunda siz ilk imanlılar cəmiyyətində etdikləri kimi, yeməyin sonunda siz çörəyi bölürsünüz. Birlikdə çörək bölürsünüz. Rəbbin süfrəsi yaxşı bir keçiddir. Ünsiyyət etdiniz, yemək yediniz, bir-birinizə qayğı göstərdiniz, bir-biriniz haqqında xəbər aldınız. Sonra çörək bölürsünüz. Sonra isə diqqətinizi Allaha keçirirsiniz. Rəbbin süfrəsi bugün keçiriləndən çox fərqli bir şeydir. Rəbbin süfrəsi haqqında bəzi sözlər deyəcəm. Ola bilsin, bu sizin üçün gözlənilməz olacaq. Rəbbin süfrəsi haqqında yeni bir söz deyəcəyəm. Əvvəllər bunu deməmişəm. Çünki mən hələ də bu mövzunu araşdırıram və öyrənirəm. Hamımız öyrənirik. Vacib məsələ dini eynəklərdir. Rəbbin süfrəsi mənim üçün biraz suda vəftiz kimi bir şeydir. Mən körpə olanda Lüteran kilsəsində məni vəftiz etmişdilər. O vaxt gözlərimə tamamilə səhv eynəklər taxdım. Sonra iman gətirdim. Eynəkləri çıxarmağa başladım. Başa düşməyə başladım ki, körpə vəftizi yanlışdır, səhvdir. Mən nə elədim? Öyrəndiyim hər şeyi götürüb kənara atdım. Yolun bir kənarından, yolun digər kənarına, digər ifrata keçdim. Vəftizin sadəcə simvol olduğunu düşündüm. Vəftiz vacib deyil, bu sadəcə bir simvoldur. Çünki biz Lüteran kilsəsi və ya Katolik kilsəsi kimi olmaq istəmirik. Bunlar körpələrin su vəftizi ilə xilas olduğuna inanırlar. Bugün çoxları nə edir? Bir kilsədən çıxırlar və bildikləri hər şeyi kənara atırlar. Bir ifratdan digərinə keçirlər. Tarix boyu bir çox islahatçılar məhz bunu edirdilər. Bəzi insanlar o mövqedən uzaqlaşıb deyirlər, vəftiz sadəcə bir simvoldur. Vəftiz Nuhun rəmzidir, başqa bir şey deyil. Məndə belə oldu. Amma sonra yenidən ifratdan yoluma qayıtdım. Eynəklərimi çıxarmağa başladım. Vəftizin nə olduğunu anlamağa başladım. Bu, Allahın kəlamını araşdırmaqla başladı. Kəlamda oxudum ki, vəftiz günahdan azad olmaqdır. Günahdan azad olmağı təbliğ etməyə başladım. Mən bunu təbliğ etdikdə insanlar iman edirdilər. Nəticədə vəftiz olunanlar azad olurdular. Şükür, mən günahdan azad oldum. Özümü çox azad hiss edirəm. Kəlam, sadə iman və hərəkət həqiqətən güclü idi. Biz vəftizin nə olduğunu getdikcə daha aydın şəkildə təbliğ etməyə başladıq. Bunu nə qədər aydın təbliğ edirdiksə, bir o qədər də güclü olurdu. Suya girməzdən əvvəl cinlərin təzahür etdiyini görməyə başladıq. İnsanların cinlərdən azad olduqlarını görməyə başladıq. İndi isə artıq eynəklər kənardadır. Vəftiz bir simvol deyil, vəftiz bizi azad edir. Vəftiz bizi günahlarımızdan xilas edir. Suda vəftiz olunmadan İsa Məsihin şagirdi kimi yaşaya bilməzsiniz. Rəbbin süfrəsindən söhbət gedəndə də belədir. Rəbbin süfrəsi eyni şeydir. Burada Katolik kilsəsi var. Katolik kilsəsi Rəbbin süfrəsini götürüb bir mövhumata çevirdi. Bunu bir mistizmə çevirdi. Çörəyə götürüb balaca bir qutuya qoydular. O qutu ilə ətrafı dolanırlar. O qutu ilə insanların başına toxunurlar. İnanırdılar ki, illər əvvəl bu belə olub. Bunda şəfa verən qüvvə var. Katolik kilsəsində Rəbbin süfrəsinə aid bir çox hekayə var.
Məsələn, bir əhvalat belə idi ki, bir dəfə onlar Rəbbin süfrəsini qəbul edirdilər. Bir adamın dişlərində çörək qalmışdı. Onu çıxarıb mikroskopun altına qoydular və o çörəkdə ürək döyüntüsünü gördülər. Niyə? Çünki katolik kilsəsində onlar inanırlar ki, şərab fiziki qan olur. Şərab İsa'nın qanına çevrilir. Fiziki çörək İsa'nın bədəninə çevrilir. Onlar buna inanırdılar. Onlar əslində inanırlar ki, keşiş öz mövhumatını və ya sehirbazlığını edəndə və ya fokus göstərəndə, fokus elə latın sözüdür. Katoliklər isə latınca danışırlar. Bu söz elə buradan gəlir. Kahin filfilo edib fokus göstərəndə şərab qana çevrilir. Çörək isə fiziki bədənə çevrilir. Onlar hər dəfə Məsihi çarmıxa çəkirlər. Kahin buna görə hər dəfə Məsihi çarmıxa çəkir. Katolik kilsəsinin təbliğ etdiyi budur. Sonra reformasiya zamanı vəziyyət dəyişdi. Dedilər ki, bu mövhumatdır, bu mistizmdir, bu səhvdir, belə etməməliyik. Onda nə baş verdi? Reformatorlar bir ifratdan digər ifrata keçdilər. Sadəcə olaraq dedilər ki, Rəbbin süfrəsi sadəcə bir simvoldur. İndi mən də, siz də ümidvaram, iman yolu ilə gedərək öyrənirik. Mən Rəbbin süfrəsinin sadəcə bir simvol olduğuna inanırdım. Amma indi bu mövqedən uzaqlaşdım. Yolun ortasına tərəf keçdim. Eynəyimi çıxarmağa başlamışam. Mən aşkar etməyə başladım ki, Rəbbin süfrəsi suda vəftiz kimi güclü bir şeydir. Bu, İsa Məsihin şagirdi kimi yaşamağın bir hissəsidir. Biz bunu başa düşməliyik. Rəbbin süfrəsində şəfa var. Cinlərdən azadlıq var. Rəbbin süfrəsində aşkar etməmiz lazım olan çox şey var. Mən müqəddəs kitabdan bir neçə ayə oxuyacağam. Amma ilk imanlılar cəmiyyəti dövründə yazılanlara istinad edə bilərəm. Çünki ilk imanlılar cəmiyyətindəki hər kəs, şəhid Qasdim və o dövrdə yaşayan digər insanlar, hamısı Rəbbin süfrəsini bugün hesab etdiyimizdən daha böyük bir şey hesab edirdilər. Onlar hesab etmirdilər. Heç biri hesab etmirdi ki, Rəbbin süfrəsi Məsihin bədəninə və fiziki olaraq İsa'nın qanına çevrilir. Mən də buna inanmıram. Amma bunun arxasında ruhani bir şey var. Yəhya 6:63-də İsa deyir, sizə söylədiyim sözlər ruh və həyat gətirir. İsa deyir ki, onun sözləri ruh və həyatdır. Eyni şəkildə Rəbbin süfrəsinin də ruhani mənası var. Rəbbin süfrəsi də ruh və həyatdır. Rəbbin süfrəsi də güclüdür. Amma gəlin oxuyaq. Bu çox maraqlıdır. Yaxşı, Yəhya 6-da İsa'nın həyat çörəyi olması haqqında yazılıb. Yəhya 6:32-33. Doğrusunu sizə deyirəm. Sizə göydən çörək verən Musa deyildi. Göydən həqiqi çörəyi sizə verən atamdır. Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir. Burada İsa öz həyatından danışır. İsa öz bədəni haqqında danışır. İsraillərin səhrada göydən manna alıb yediklərindən danışır. Amma burada İsa göydən enmiş yeni çörəkdən danışır. Bu da o özüdür. Yəhya 6:48-56. Həyat çörəyi mənəm. Ata-babalarınız çöldə manna yedilər, amma öldülər. Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz. Göydən enmiş canlı çörək mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Doğrusunu sizə deyirəm. Bəşər oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq.
Mənim ətimdən yeyib qanımdan içən məndə qalır. Mən də onda qalıram. Bunlar İsa'nın dediyi güclü sözlərdir. Bu sözlərdən aydın bilmək olar. Nə üçün katoliklər bunun İsa'nın fiziki qanına və fiziki bədəninə çevrildiyinə inanmağa başladılar? Mən isə sadəcə olaraq kəlamın dediklərini oxuyuram. Burada İsa Rəbbin süfrəsi barədə danışır. Çox aydındır. Matta 26-26-da Rəbbin süfrəsi haqqında danışarkən İsa dedi. Onlar yemək yeyərkən İsa çörək götürdü və şükür etdikdən sonra onu bölüb şagirdlərinə verdi və dedi, aparın yeyin, bu mənim bədənimdir. İsa'nın haqqında danışdığı bədən sizə və mənə həyat verir. Onun olduğu Rəbbin süfrəsində bunu edirdilər. İsa demir, bu mənim bədənimə çevrilir. Katolik kilsəsində isə bu şeyləri götürürlər. Keşiş biraz filfilodir, fokus göstərir. Fokus sözü elə buradan gəlir. Və bunları İsa'nın bədəninə və qanına çevirir. Amma İsa belə demir. İsa deyir, bu artıq belədir, mənəvi mənada. Budur. Fiziki mənada yox, amma mənəvi mənada bu mənim bədənimdir. Matta 26, 27, 28. Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi, bundan hamınız için, çünki bu, əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan mənim qanımdır. Güclü sözlərdir. Bunu müqəddəs kitabdan oxuyuram. 1 Korinflilərə 11-24 oxuyaq. Şükür edib onu böldü və dedi, bu mənim sizin üçün verilən bədənimdir. Bunu məni xatırlamaq üçün edin. Rəbbin süfrəsində xatırlama güclü bir şeydir. Biz İsa'nın nə etdiyini xatırlamalıyıq. Biz çarmıxı xatırlamalıyıq. Biz bunu diqqət mərkəzində saxlamalıyıq. Maraqlıdır. Hər şeyi adi bir şey kimi qəbul etmək çox asandır. Deyək ki, ad günündə bir hədiyyə alırsınız. Böyük bir hədiyyədir. Bu hədiyyəyə görə çox sevinirsiniz. Bu gözəl hədiyyəyə sahib olduğunuz üçün çox minnətdarsınız. İlk günlərdə şükür edirsiniz. İlk həftələrdə şükür edirsiniz. Amma bir neçə aydan və ya bir ildən sonra bunun qədrini itirirsiniz. Siz bunu adi qəbul edirsiniz. Eyni şəkildə təəssüf ki, biz də İsa ilə eyni şey edirik. Şükür, mən bağışlanmışam. İsa məni bağışladı. İsa məndə yaşayır. Bəs bunun mənası nədir? Siz bir araya gəlib çörəyi böləndə bunu İsa'nı xatırlamaq üçün edirsiniz. Siz fikirləşirsiniz, yadınıza salırsınız, dərk edirsiniz. Bunu təkrar dərk edirsiniz. İsa bizim üçün bunu etdi. Bunda güc var. Hesab edirəm ki, möminlər üçün Məsihə diqqət yetirmək, çarmıxı xatırlamaq, çörəyi bölmək vacib bir şeydir. Gəlin davam edək. 1 Korinflilər 11-25. Yenə də şam yeməyindən sonra kasanı götürüb dedi, bu kasa mənim qanımla bağladığım yeni əhdir. Bunu hər dəfə içəndə məni xatırlamaq üçün edin. Sonra Paul davam edir. Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib, yaxud onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır. 1 Korinflilərə 11-27. Paul əslində deyir ki, əgər Rəbbin süfrəsini səhv şəkildə qəbul etsəniz, Rəbb İsa'nın bədəninə və qanına qarşı günah edirsiniz. Paul deyir, buna görə də kim bir araya gəlib içirsə, özlərini yoxlasınlar ki, mühakimə olunmasınlar. Bunun hamısını oxumayacağım. O deyir,
Biz özümüzü düzgün dərk etmirik. Buna görə də mühakimə olunuruq. Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir. Bəziləri isə vəfat etmişdir. Bu, imanlılar cəmiyyətində baş verir. Paul bu sözləri niyə yazır? Niyə yazır ki, bunu səhv tərzdə edəndə mühakimə olunuruq? Rəbbin süfrəsi sadəcə bir simvoldursa, niyə bir çoxları xəstələnib ölürlər? Çünki Paul Rəbbin süfrəsini sadəcə bir simvol hesab etmirdi. İlk imanlılar cəmiyyəti Rəbbin süfrəsini sadəcə bir simvol hesab etmirdi. Bizim də eynəkləri çıxarmaq vaxtımız çatıb. Rəbbin süfrəsinin nə olduğunu dərk etməliyik. Bu sadəcə bir simvol deyil. Mən Rəbbin süfrəsi barədə həqiqəti aşkar etdim. Suda vəftizin nə olduğunu başa düşən insanlarla tanış oldum. Onlar suya tam girib çıxdıqdan sonra, şükür, mən azadam deyib sevinirdilər. Onlar özlərini çox azad hiss edirlər. Özlərini çox təmiz hiss edirlər. Onlar təmiz yuyuldular, onlar azad oldular. Bunu onların üzündə görmək olur. Onlarda həyatı görmək olur. Onlarda azadlığı görmək olur. Bu həqiqət mənə necə asıldı? Vəftiz olunmuş adamların mən çox azadam sözlərini eşidən yaşlı xristiyanlar onlara baxıb deyirdilər. Ah, kaş mən də bir daha vəftiz olunardım. Bu təcrübəni yenidən yaşayardım. Mən də özümü belə azad hiss etmək istərdim. Bu sözlər mənə toxundu. Bunu başa düşdüm. Vəftiz yalnız bir dəfə olmalıdır. Amma Rəbbin süfrəsi hər dəfə bir araya gələndə olur. Rəbbin süfrəsində azadlıq var. Burada nə baş verir? Biz həyatımızı Məsihlə yaşayanda insanlar yıxılırlar, yenə çirklənirlər. Onlar təkrar su vəftizində yuyula bilmirlər. İnsanlar xəstəlik və başqa şeylərlə mübarizə aparacaqlar. İsa bunların qiymətini ödədi. İsa bizim günahlarımız üçün çarmıxda öldü. Xəstəliyimiz üçün öldü. O qiyməti artıq ödəyib. İsa bizi bağışlamaq istəyir, bizə şəfa vermək istəyir. Bəli, biz bir-birimizə günahlarımızı inamla etiraf edə bilərik. Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq. İnanıram ki, əllərimizi bir-birimizin üzərinə qoyub imanla dua edəndə şəfa olacaq. Çünki müqəddəs kitab bizə bunu vəd edir. Amma mən həm də inanıram ki, daha bir güclü alət var. Biz alət sözünü işlədə bilirik. Bu Rəbbin süfrəsidir. Siz bir araya gəlib İsa'nın etdiklərini xatırlayırsınız. İndi biz İsa'ya toxunan qadın kimiyik. İsa'dan güc çıxdı və qadına şəfa gətirdi. Biz İsa'ya fiziki olaraq toxuna bilmərik. Çünki İsa bugün burada, yer üzündə deyil. Amma ruhən onu xatırlaya bilərik. İsa, sən çarmıxda öldün. Sən bizim üçün canını verdin. Sənin yaralarında şəfa tapdıq. Sənin qanınla biz bağışlanmışıq. Biz çörəyi imanla götürürük. İnanıram ki, biz bunu imanla edib, bunun vasitəsilə şəfa tapa bilərik. İnanıram ki, biz qanı içə bilərik. Bu şərab qan deyil. Şərabı içərək və imanla yaşayaraq ruhani təcrübəni yaşaya bilərik. Mən artıq azadam, mən artıq təmizlənmişəm. Bəli, səhv etmişəm, yıxılmışam, amma yenə azadam və Allahın qarşısında yenə bir uşaq kimi dayanıram. Bu, Rəbbin süfrəsindəki gücdür. Bu itirilmişdi. Suda vəftizin gücü kimi itirilmişdi. Ancaq suda vəftizlə Rəbbin süfrəsi arasındakı fərq ondan ibarətdir ki, suda vəftiz yalnız bir dəfə olur. Rəbbin süfrəsi isə hər dəfə bir araya gəldiyimiz zaman baş verir. Biz bunu bir xatirə kimi edə bilərik. Bu, ruhani bir məsələdir. İmanla edilir. Katolik kilsəsi kimi. Onlar körpələri vəftiz etdikdə deyilən sözlər nəticəsində ruhda bir şeyin baş verdiyinə inanırlar. Sözlər müqəddəsdir. Kahin müqəddəsdir. Hətta su da müqəddəsdir. Onlar inanırlar ki, vəftiz belə baş verir. Eynilə onlar Rəbbin süfrəsinə aid də hesab edirlər ki, əsas kahindir, etdiyi şeydir. Ancaq bu, mistizmdir. Biz bunu istəmirik. Bu mövhumatdır. Biz bunu istəmirik. Əsas su deyil.
Biz insanları çəlləkdə də vəftiz edə bilərik. Biz bunu edirik. Biz insanları dənizdə, okeanda vəftiz edə bilərik. Biz insanları harda olursa olsun vəftiz edə bilərik. Hər kəs vəftiz edə bilər. Əsas məsələ su deyil. Vəftizə aid imandır. Rəbbin süfrəsi ilə də eyni. Bu, bir məhəbbət süfrəsi olmalıdır ki, bir araya gəlib yeyib içirsən, sonra əvvəlcə çörəyi götürürsən, sonra onu yeyirsən, sonra şərabı götürürsən, onu içirsən, bunu imanla edirsən, Allahın hərəkət etməsini gözləyirsən və azadlığı yaşayırsan. Yadımdadır, bir neçə il əvvəl bir kilsədə görüşümüz var idi. Bir cadügər qadın gəldi. Bizi heç sevmirdi. Amma o oradaydı. Onun vəzə aid etirazı yox idi. Onun ibadətə qarşı da etirazı yox idi. Amma biz Rəbbin süfrəsini qəbul etməyə başlayanda o, otaqda dinc qala bilmədi, otaqdan çıxdı. Getdikcə daha çox insanın cinlərdən azad olduqlarını görməyə başladıq. Getdikcə daha çox insan şəfa alırdı. Çünki biz Rəbbin süfrəsini olduğu kimi təbliğ etməyə başladıq. Bunu sadəcə bir simvol kimi təbliğ etsəniz, Allahın qüdrətlə hərəkət etdiyini görməyəcəksiniz. O sönəcək. Ancaq bunun mənasını biləndə qüdrət olur. Buna görə də demək istəyirəm ki, gələcək illərdə Rəbbin süfrəsi barədə daha çox şahidlik edəcəyik. Mən sizi bunun dərinliyinə getməyə, dərk etməyə və sonra bir araya gələndə Rəbbimiz İsa Məsihin xatirəsinə imanla bunu etməyə başlamağa məsləhət edirəm. Onu da demək istəyirəm ki, Rəbbin süfrəsi yalnız xristiyanlar, şagirdlər üçün olmalıdır. Məsihlə yaşamayan insanlar üçün yox. Yəhya 13-də görürük ki, İsa, o 12 şagirdi ilə Rəbbin süfrəsində iştirak edirdi. İsa çörəyə batırıb, ona xəyanət edən Yəhudaya verdi. Yəhuda dərhal getdi. Yəhud otaqdan çıxanda, İsa qalan 11 nəfərlə söhbət etməyə başladı. Niyə? Çünki düşünürəm ki, İsa Yəhudanın ürəyini görüb və Yəhudanın bu məhəbbət süfrəsində və ünsiyyətdə iştirak etməsini istəmədi. Beləliklə onlar söhbət edirdilər. Bu barədə daha çox söz deyə bilərəm. Bunu sonra etmək istəyirəm. Amma düşünürəm ki, görüşəndə bir-birinizlə həyatı paylaşın, bir-birinizlə danışın, sonra yemək yeyin. Sonra biraz çörək götürün. Onu imanla bölün. İmanla edin. Bunu adətən necə edirsiniz? İmanla edin. Bu hansı çörək olmalıdır? Əhəmiyyətli deyil. Nə içməliyik? Əhəmiyyətli deyil. İman vacibdir. Bunun nə olduğunu imanla başa düşmək vacibdir. İsa, sən çarmıqda öldün. Qanın mənim üçün tökülüb. Mən bunu imanla qəbul edirəm, bunu yeyirəm. Təşəkkür edirəm. Sənin yaralarınla mən şəfa tapmışam, İsa. Qanına görə təşəkkür edirəm. Qanın məni təmizləyir. Sonra Rəbbin süfrəsində olan azadlığı yaşayın. Siz bir araya gəlirsiniz, Rəbbin süfrəsini qəbul edirsiniz. Sonra Allaha diqqət yetirərək birlikdə vaxt keçirirsiniz. Daxilə bir-birinizlə ünsiyyətdir. Yuxarı Allaha tərəf istiqamətdir. Kəlamı oxuyun. Kəlamı oxuyun. Bir araya gələn insanlar tanıyıram. Onlar Pionerlər Məktəbinin dərslərinə baxırlar. Onlar həftə ərzində onlayn Pionerlər Məktəbinin dərslərinə baxır. Sonra bir araya gəlirlər. Pionerlər Məktəbi haqqında danışırlar. Məncə bu yaxşıdır. Mən bunu sizə də məsləhət edirəm. Bunu qısa müddətdə edə bilərsiniz. Dərsimiz çox deyil. Amma daha vacib olan bir şey var. Kəlamı oxuyun. Sadəcə bir araya gəlin və kəlamı oxuyun. Ayrı-ayrı ayələri oxumayın. Bir vəzi dinləməyin. Kəlamı oxuyun. Bir və ya iki fəsil oxuyun. Bir və ya iki fəsil oxuyandan sonra indicə oxuduğunuz fəsillər barədə danışın. Allah bizə nə deyir? Bundan sonra oxuduqlarınızın əsasında dua üçün vaxt ayırın və Allahı birlikdə axtarın. Deyin, ya Rəbb, mənə nə demək istəyirsən? Öz bədənin olan bizlərə sən bugün nə demək istəyirsən? Bu sadə bir yoldur. Bir araya gəlmək və insanlarla görüşmək üçün sizə bir vaiz lazım deyil. Kəlamın danışmasına imkan verməlisiniz.
Siz bir araya gəlirsiniz, Rəbbin süfrəsini keçirirsiniz. Siz birlikdə ünsiyyət edirsiniz, sonra diqqətinizi Allaha yönəldirsiniz. Sonra kəlamı oxuyursunuz, sonra kəlam haqqında danışırsınız. Kəlam sizə nə isə deyir, Allah nə deyir? Sonra növbə ilə kəlamı oxuyun. Hər dəfə fərqli insanlar oxusun. Bir fəslin yarısını bir nəfər oxuyur, fəslin digər yarısını o birisi oxuyur və s. Kəlamı birlikdə oxuyursunuz. Sonra kəlam haqqında danışırsınız. Başqalarının danışmasına imkan verin. Hər dəfə eyni adam danışmasın. Bu kəlamı qəbul etməyin yaxşı yoludur. Daxilə, yuxarı və zahirə modelindən istifadə edən insanları tanıyıram. Onların etdikləri də budur ki, həftə ərzində növbəti dəfə görüşməzdən əvvəl hamı müqəddəs kitabdan bir neçə fəsil ya da bir məktub oxuyur. Sonra bir araya gəlirlər. Həftə ərzində hamı eyni hissəni oxuyub, sonra oturub oxuduqları haqqında danışırlar. Bunu asanlıqla etmək olar. Yenə də bir qayda yoxdur. Çünki müqəddəs kitabda görürük ki, Paul insanlarla görüşəndə bəzən bütün gecəni danışırdı. Ancaq 2-5 nəfər görüşəndə bunu etmək yaxşıdır. Çünki 10, 15, 20 nəfərsinizsə, hər zaman hamının dediklərini eşitmək üçün vaxtınız olmaya bilər. Beləliklə, daxilə, bir-birinizlə ünsiyyətdir. Yeyin, ünsiyyət qurun, sonra çörək bölün. Rəbbin süfrəsindəki güc, şəfa, azadlıqdır. Bu əladır. Sonra diqqətinizi Allaha yönəldin. Kəlamı oxuyun. Həvarilərin təlimini araşdırın. Kəlamı götürün. Kəlamı oxuyun. Kəlam haqqında danışın. Kəlam bizə nə deyir? Bunu necə yaşayaq? Kəlamı təkcə oxumaq deyil, kəlamı həm də yaşamaq lazımdır. Sonra siz zahirə, başqalarına doğru gedirsiniz. Eşitdiklərimizi dünyada olan digər insanlarla necə bölüşürük? Luka 10-da İsa'nın söylədiklərinə necə itaət edirik? Müjdəni kimə danışa bilərsiniz? Əminamanlığa layiq olan adam kim ola bilər? Həftə ərzində kimlə danışacaqsınız? Müjdəni kiminlə bölüşmək istəyərdiniz? Kimin üçün dua etmək istəyərdiniz? Sonra ünsiyyət edin. Nə etmək istədiyinizi, digər insanlarla necə əlaqə qurmaq istədiyinizi danışın. Hər birinizin qarşısında cavabdeh olun. Bir-birinizin qarşısında cavabdeh olun. Birlikdə oturub həftə ərzində nə edəcəyiniz barədə danışa bilərsiniz. Düşünürəm ki, başqaları ilə əlaqə saxlayarkən diqqət mərkəzindən bunu çıxarmamaq çox vacibdir. Allahı sevin, qonşunuzu sevin, gedib şagird hazırlayın. Məqsəddən yayınmamaq çox vacibdir. Unutmayın ki, siz missionersiz. Fərq etməz, siz işləyirsiniz, yoxsa yox. Siz missionersiz. Maraqlı bir hadisə yadıma düşdü. Təsəvvür etməyə çalışın. Siz kilsədəsiz. Həmin kilsədə onların bir neçə missionerləri var. Məsələn, başqa ölkəyə, tutaq ki, Afrikaya göndəriblər. Siz isə bir kilsə olaraq Afrikada missioner olan bu ailəni dəstəkləyirsiniz. Həmin ailə hər ay xəbərlər məktubunu yazır və öz kilsələrinə göndərirlər. Siz bir kilsə olaraq bu ailəni dəstəkləyirsiniz. Bu xəbər məktubunu alıb oxuyursunuz. Əziz kilsə, bizə verdiyiniz dəstəyə görə çox minnətdarıq. Burada, Zambiyada işlər həqiqətən yaxşı gedir. James məktəbə getməyə xoşlayır. O, başqa oğlanlarla futbol oynamağa başlayıb. Çox yaxşı vaxt keçirir. O, hər həftə sonu yarışlarda iştirak edir. Balaca qızımız Rivqa da qızlarla oynamağı və onlarla vaxt keçirməyi sevir. Ərim və mən yenicə böyük hovuz tikmişik. Ova çıxmağa başlamışıq. Ovlamağı xoşlayırıq. Ərim yenicə iri bir heyvanı ovlamışdı və s. Onlar yalnız oyunlar, əyləncə və ovçuluq, hovuz və manqal və bütün bunlar barədə danışırlar. Sonra yazırlar. Əlbəttə, biz hər bazar günü 2 saat kilsəyə də gedirik. Bizi dəstəklədiyiniz üçün təşəkkür edirik. Xahiş edirəm, daha çox pul göndərin.
Əgər belə bir xəbər məktubunu alsanız, düşünürəm ki, o missioner cütlüyünə pul göndərməyi dayandıracaqsınız. Niyə? Çünki onlar missioner deyirlər, onlar sadəcə kilsəyə gedirlər, öz həyatını yaşayırlar, əylənirlər və hər bazar günü 2 saatlıq kilsəyə gedirlər. Onlardan daha çox şey gözləyirsiniz, çünki onlar missionerdirlər. Biz missionerlərik, siz missionerlərsiniz. Biz yer üzündə Məsihin yerinə göndərilmişik. Hər birimiz, işinizin olub-olmamasından asılı olmayaraq, hər birimiz hər ay xəbər bülleteni yaza bilməliyik. Əgər onu göndərmək üçün kilsəniz yoxdursa, onu yazın və Allaha ucadan oxuyun. Hörmətli kilsə, təşəkkür edirəm. Bu son ay həqiqətən çətin idi. Lakin biz Allahın kəlamını paylaşdıq, müjdəni yayırıq, toplaşırıq, dua edirik, bir evdə görüşürük, oradan küçəyə çıxırıq. O evdə Rəbbin süfrəsini də təşkil edirik. 3 nəfəri vəftiz etmişik, 10 nəfər üçün dua etdik, şəfa tapdılar. Onlarla adamla işləyirik. Hansı ölkədən olmağımızdan asılı olmayaraq xəbərlər məktubumuz belə olmalıdır. İnsanlarla görüşməyə başlayanda, kiçik qruplarınız varsa 2 və 3 nəfər bir araya gəlib tanış olun. Bir-birinizlə vaxt keçirin. Siz Allahla vaxt keçirin. Sonra siz müjdələmək üçün nə etdiyinizi, kimə müraciət etdiyinizi, həftə ərzində kimə müraciət etmək istədiyinizi danışın. Bəlkə də bundan sonra deyə bilərsiniz, mənim burada bir dostum var, gələn bazar ertəsi onunla əlaqə saxlamaq istəyirəm. Mən sizə qoşula bilərəm, birləşin. Həftə ərzində siz ünsiyyət edin. İsa'nın sizə verdiyi tapşırığı yerinə yetirin. İmanlılar cəmiyyəti belə ola bilər. Bununla nə edə bilərsiniz? 2-3 nəfərdən ibarət kiçik qruplarda görüşə bilərsiniz. Sonra 2-3 nəfərdən ibarət digər kiçik qruplar da var. Siz onlarla da bircə görüşə bilərsiniz. Qısa müddət sonra siz 10-15 nəfər olursunuz. Sonra əlbəttə, bunu biraz fərqli şəkildə edirsiniz. Nümunəvi imanlılar cəmiyyəti yoxdur. Prinsiplər var. Həvarilərin təlimlərinə riayət etməyiniz vacibdir. Ünsiyyətdə olmağımız vacibdir. Çörəyi bölməyimiz vacibdir. Bir-birimiz üçün dua etməyimiz, Allaha dua etməyimiz və onun səsini eşitməyimiz vacibdir. Allahı sevməyimiz vacibdir. Bir-birimizi sevməyimiz vacibdir. Gedib şagird hazırlamağımız vacibdir. Ancaq imanlılar cəmiyyətinin necə qurulacağına dair bir nümunə yoxdur. Necə ki, ailə qurmaq üçün bir nümunə yoxdur. Sizi həvəsləndirmək istəyirəm. Pionerlər məktəbinin 28 dərsində etməyə çalışdığım şey gözlərinizdən dini eynəkləri çıxarmaqdır. Birinci dərsdə mən Katolik kilsəsi və ondan necə uzaqlaşmalı olduğumuz haqqında danışdım. Hər dərsimdə sizə bunun yolunu, DNT verməyə çalışırdım ki, siz başa düşəsiniz. Allahın kimdir? Müjdə nədir? İsa'nın verdiyi əmr nədir? İmanlılar cəmiyyəti necə olmalıdır? İnsanları körpəlikdən ruhani nəhənglərə qədər necə böyütmək olar? 5 güşəli xidmətə necə qoşulmaq olar? Bir yerdə necə görüşmək olar? Bütün bunları düzgün başa düşməlisiniz. Bütün bunlar üçün eynəkləri çıxarmaq lazımdır. Nümunələrə baxmaq əvəzinə Allaha baxın. Ətrafınızdakı insanlara baxın. Müjdəçilikdə səmərəli olmağın yolunu öyrənin. Sizin işləmə tərziniz qonşunuzun işləmə tərzindən fərqlənəcək. İndi bizim nəyimiz var? Tədris mərkəzimiz var. Niyə bizdə bu var? Çünki təsirlidir. Bu bir DNT-dir. Bu faydalıdır. Hamı gedib bunu bizim kimi edə bilərmi? Xeyr. Tədris mərkəzim olmayanda başqa yerdə olsaydım belə etməzdim. Heç kimi tanımadığım yeni bir şəhərə geçsəm, orada nə etməyə başlayacağam? Dua edib əmin-amanlığa layiq olan adamı tapacağam. Mən o adamı tapandan sonra onun ev əhlini müjdələmək üçün onunla işləyəcəyəm. Ev əhlini müjdələyəndən sonra, yaxud bir neçə nəfəri müjdələyəndən sonra onlarla görüşəcəyəm. Daxilə, yuxarı, zahirə. Onlarla görüşəcəyəm. Necəsiniz? Vaxtınız necə keçir? Nə ilə mübarizə aparırsınız? Gəlin sizin üçün dua edək. Gəlin sizə kömək edək. Gəlin sizi inkişaf etdirək. Rəbbin süfrəsini keçirin. Çörək bölün. Allaha diqqət yetirin. Allahın kəlamını götürün. Kəlamı canınıza hopdurun.
Kəlamı birlikdə oxuyun. Yeni imanlılara kəlamdan özlərini qidalandırmağı öyrədin. Körpəlikdən tutmuş gəncliyə qədər onları yetişdirin. Sonra onlardan soruşun, biz kimə müjdəni danışa bilərik? Həftə ərzində əlaqə saxlaya biləcəyiniz dostunuz və ailəniz kimlərdir? Sonra gedib bunu edin. Sonra qrup böyüyür. Böyüyəndə daha çox insan sizə qoşulur. Siz onlara deyirsiniz, mən səninlə etdiyimi, indi sən onlara elə. İndi isə siz həftə ərzində 200 dostlarınızla görüşün. Mənim sizə nələri öyrətdiyimi siz də onlara öyrədin. Sonra həftə ərzində onlar öz dostları ilə görüşsünlər. Sonra bəlkə hər 2 həftədən biri və ya hər ay biz hamımız bir araya gəlib böyük bayram keçiririk. Mən də bunu edərdim. Ancaq yenə də bu hər yer üçün fərqlidir. Ümid edirəm ki, qayıdıb dərslərə yenidən baxasınız. Eynəkləri çıxarmaq üçün zaman tələb olunur. İnsanlardan eşitdim ki, qayıdıb 28 dərsin hamısına yenidən baxanda, onlar dərslərdən yeni şeylər götürürlər. Birdən gözləri açılır, daha aydın görürlər. Çünki indi dini eynəkləri artıq kənardadır. Keçən dəfə dediyim kimi, bu dərslə bitirmək istəyirəm. Amma bu Pionerlər Məktəbinin sonuncu dərsi olacaq. Çünki biz İsa Radiosu adlı bir layihəyə başlamaq istəyirik. Ona görə də keçən dəfə demişdim ki, bu sonuncu dərsimiz olacaq. Amma əslində mənim daha bir dərsim olacaq. Yarışı bitirmək haqqında danışacağam. Bu dərsi çox qısa edəcəyəm. Beləliklə, növbəti dəfə yarışı bitirmək barədə danışacağam. Sonra Pionerlər Məktəbini bitirəcəyik. Görüşərik.